Amma Süleymandan tam fərqli idi də. Heyvanlar bunun ixtiyarında, insanlar bunun ixtiyarında, cinlər bunun ixtiyarında. Bütün dünya bunun ixtiyarında. O qədər gücü qoşunda var idi. Amma bu adam ondan sui-istifadə eləmir. Yəni barmaq hesabı olar ki, belə bir güc insanda olsun və insan gücdən sui-istifadə eləməsin. Bu bir. İkinci, Süleyman peyğəmbərin sərgüzəştində, sərgüzəşt fars sözüdür. Yəni həyatında sər əslində baş deməkdir. Qozəş yəni keçdi. Deyilə bilər sərgozəşt, bizdə sərgüzəşt. Ləhcəmizdə sərgüzəşt. Əslində sərgozəştdir fars danışığında. Yəni həyatı boyu başı gələn hadisələr, həyatı doludur kəramətlə, möcüzəylə ki, bugünkü dövrə qədər hələ bu alimlər bunu kəşf edə bilmirlər. Demişəm dəfələrlə, hətta meydan oxuyub Quran. Biz də oxumuşuq meydan, təhəddi eləmişik. Kimləri ki deyirlər, elm kəşf etməyən şey yoxdur, din başqadır, elm başqadır. Onda bu kimi suallar verdi. Musa peyğəmbər əsasına qədər Süleyman peyğəmbərin o Asəfin gətirdirdiyi taxta qədər ki, hansı elm, hansı güclə sən bu usul deyə bilərsən ki, belə bir məsələ var. Deməli, ikinci hadisə, ikinci bir deyək, nəticə, nöqtə, nüans, maraqlı mövzu. Bu dərsdə bu oldu ki, bu dərs doludur başın ayağa ilahi kəramət və ilahi möcüzəylə ki, elmi məsələlər bunları açılamadan acizdir. Üçüncü məsələ, bu ayə harda nazil olub? Bu ayələr daha doğrusu. Yəni, Süleyman peyğəmbər barəsində bəhs edən ayələr harda nazil olub? Məkkə ya Mədinədə? Faktlar göstərir ki, bu ayələr Məkkidir. Məkki, yəni Məkkə şəhərində nazil olan ayələrdəndir. Niyə məhz Məkkədə? Məndə şəhərində deyil. Çünki İslam peyğəmbərinə və müvəhhidlərə, yəni İslam peyğəmbərin peyğəmbərliyi qəbul edən, tək Allahçı olan möminlərə bir növ təsəlli idi. Narahat olmayın. Narahat olmayın. O cürə məsələn qüvvətdə Süleyman peyğəmbərin qarşısında diz çökmüşdülər. Süleyman peyğəmbər Allah təalanın verdiyi peyğəmbərə, Allahın verdiyi bu gücün, oxşar bir gücün sən peyğəmbər verər ki, narahat olma. Yəni sizi heç vaxt qoymaz bütpərəstlərin pəncəsinin arasında. Oradan sizi xilas eləyəcək, narahat olmayın. Dördüncü, biz bu dastanı, yəni bu dastan özünün mənası var. O bizim bir dərsimiz var idi. Çox gözəl bir dərsdir. Dastan nədir, qissə nədir? Neçə növ qissələr var. Mən inşallah bu danışmaq istəyirdim. Ayrıca bir dərs olaraq qissə nə deməkdir? Çox dəhşət burada maraqlı məlumatlar var. Həqiqətən özümə çox xoş gəlmişdi. Qissənin növləri, dastan nə deməkdir? Qurandakı qissələr neçə hissəyə bölünür? Çox belə Quran təhlili ilə tarixi faktlarını izah edir. İnşallah fikrim var o mən qısa olsa bir dərslik kimi inşallah deyə bilərik. Tarix dərsinə aid olduğu üçün. Yəni başqa vaxtımızda. Deməli, bu dastana biz baxırıq, bu Quran əsaslı olan bir qissəyə. Bir var tarixdə nağıldır, o mümkün etibarlı olmasın da, yəni. Çox şişirdilmiş olsun məsələni və yaxud da baş verməyən bu hadisəni baş verən kimi təqdim eləsinlər. Baxın, əzizə, mən haşiyə çıxım. Kəbla hadisəsi kimi hadisələri öyrənməyin mərsiyədən. Öyrənin etibarlı mənbələrdən. Çünki baxsaq mərsiyəyə, məsələn, mərsiyə elə cümlələr var ki, tarixi faktına uyğun gəlmir. Məsələn, biz bilirik ki, Kəbla ilk şəhid olan Əhl-i Beyt nümayəndəsindən Əl-Əkbərdir. Əhl-i Beytdən olmayan Hürdür ki, daha çox mənbəyə bu deyirlər. Amma bəzi baxsa mərsiyə kim oldu, şəhid əvvəl, Əbbas, Ələmdar, belə bir mərsiyə forması var. Biz başa düşürük ki, ilk şəhid Əbbas Ələmdar olub. Amma axı səhvdir. Toy libasını giyməyən Qasım. Axı bu Qasımda bu məsələ olmayıb. Yəni, əzizlər, siz elmi öyrənməyin mərsiyədən. Mümkündür, şairin bir savadsızlığından, yəni bir məhəbbətindən, müəyyən formada olan bir ilhamlarından deyim, ilhamdır, hardandır, iblisdəndir, ilahidir, ona işimizi
yazıq bir cümlə olsun, hamısı həqiqət olmasın. Əvvəllər mən belə görmüşəm. Axund, dəyərli ruhani alimin çıxışında mərsiyələr deyilərdi. Məddah onun sözünə baxıb mərsiyəyə qoşardı ki, o deyir. Deməli düz deyir. Alim də axı. İndi bədən əksinə olur. Bəzi çıxış eləyənlər savadları yoxdur deyə Mərsiyyə xan nə oxuyur, onu deyir minbərdə. O da səhvdir. Kökündən təsir, çox mənfi təsir eləyir. Bu gün başqa müəyyən bir təşkilatlar deyək, icmalar deyək, qurumlar deyək, din əhli deyək, məzhəblər, təriqətlər hər biri bax bizim bu əqidəmizi ələ salırlar. Səhv bizdən olur bəzi hallarda. Çünki biz nə gəl danışırıq. Nə gəlli danışırıq. Qasım toyu olmayıb, o toy elətdiririk. Təki ağlayaq. İmam Hüseyn belə deməyib, onu elə deyizdirik. Xanım Zeynəb bu sözü bir dəfə deyib, 5 dəfə dizdirir xanım Zeynəb. Təki bir hədəf var. Allah rəhmət etsin Mütəhhir ağaya. Deyir ki, hədəf ağlatmaqdır. Bir çox adam maraqlı deyil o Mərsiyyə xan, Roza xan, söhbətlə nə deyir, nədir. Buna dəxli yoxdur. Mənə ağlat. Nə deyirsəndir, mənə ağlat. O da bundan istifadə edir, nə gəlli deyir. Səsi həzin olanda, səsi qəşəng ağlamalı olanda, nə gəldi, sən də ağlayırsan. Niyə ağlayırsan? Olmayan şey adam ağlayar. Allah sağ ağıl verib də. O sənin savadsızdan istifadə edir. Necə savadsızdan istifadə edib, fironluq edir cəmaatın avamlığına. Elə istifadə özünə Allah dedi. Oxumuşuq bu tarixdə, düz əzizlər. Mən haşiyə çıxmışam, amma buradan qalacam mövzumuza. Bir növ dərdləşirik həm də. Həm də istəyirəm gözümüz açıq olsun, hər şey inanmayaq. Ayəmiz ki, qəbul. Hər hədisdə qəbul eləmir. Etibarlı hədislər var, qəbul edirik. Biz hədis danmırıq ki. Hədislər var da, amma hər hədis yox. Şəxsən mən nə qədər araşdırmatik olaraq araşdırmışam, elə hədislər var ki, kökündən yanlışdır.